Azərbaycanın xilaskarı olan Ulu Öndərimiz Heydər Əliyevin 102 illik anım gününü qeyd edirik. Tovuz rayon şəhid ailələri olaraq bu günləri anım günündə iştirak edirik. Və Allah'tan Ulu Öndərimizə rəhmət Allah ruhunu şad etsin. Müasir müstəqil dövlətçilik tariximizin banisi, bəşəriyyətin tarixinə, dünya xalqlarının, dövlətlərinin tarixinə, Türk dünyasının, dünya Azərbaycanlılarının tarixinə əbədi yaşar, bənzərsiz dünyəvi siyasi xadim olaraq daxil olmuş Azərbaycan Abduşah əsəri müəllifi, dünyanı idarə etmə qabiliyyətinə malik olan müasir Azərbaycanın iqtisadi, sosial bazasını hələ totalitar kommunist rejiminin mövcudluğu şəraitində 70-ci, 80-ci illərdən qurub yaratmış və həyatının ən çətin məqamlarında, mənəvi siyasi təzyiqlər, repressiya illərində, Naxçıvan dövründə isə müasir Azərbaycanın siyasi əsaslarını qurub yaratmış, yəni Azərbaycanın üsrəhli bayrağının totalitar kommunist rejiminin mövcudluğu şəraitində ən yüksəklərə uzatmış, yəni 90-cı ilin 17 noyabr tarixindən etibarən Heydər Əliyev müasir tariximizə əbədi olaraq bənzərsiz dünyəvi siyasi xadim olaraq daxil olmuşdur. Bugün xalqımız Heydər Əliyevlə həmişə olduğu kimi həmrəy olduğunu, bircə yerdə olduğunu sübut etmək üçün, onun 102-ci il dönümünü qeyd etmək üçün onun adını daşıyan parka gəlmişdir və biz onun bugün möhtəşəm abidəsini ziyarət etmişik və onun ruhu qarşısında öz sözlərimizi ifadə edirik ki, həqiqətən Azərbaycanın tarixinə Heydər Əliyev əbədi olaraq daxil olmuşdur. Allah rəhmət eləsin, Allah xalqımızı, cənab prezidenti qorusun. Heydər Əliyev siyasətinin ən layiqli davamçısı, müasir Azərbaycanın 20 illik tarixini qurub yaratmış və Heydər Əliyev siyasətinə sadiqliyi ilə, xalqının sadiqliyi ilə sahib seçilən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev qorusun. Amin. Biz bugün şəhid ailəsi olaraq Ulu Öndərimiz Heydər Əliyevin 102 yaş münasibətilə onun cənnətdəki mövludunu təbrik üçün gəlmişik. Onun abidəsi önünə gül çiçək qoymuşuq. Hər birimiz Ulu Öndərimiz Heydər Əliyevə Allahdan rəhmət dilərik. Allah'tan Heydər Əliyevə rəhmət eləsin. Bugün biz burada Tovuz Turan Şəhid Ailələri Birliyi olaraq Ulu Öndərimiz Heydər Əliyevin 102 illiyi əlaqədar gəlmişik ziyarət etməyə. Biz şəhid ailələri kimi yox ki, bu ölkənin vətəndaşı kimi hüquqlarının olduğu üçün öz hüquqlarımızı yerinə yetirmək məqsədindən gəlmişik. Ulu Öndəri ziyarət edək, günümüzü
milleti təbrikimizi eləyək, başımızı əyək, tənzim eləyək ona. Ona görə ki, o neçə illərdən bəri Azərbaycanı bugünkü gündə əmin-amanlıq sülh şəraitində yaşamağının səbəbi onun xarici və daxili siyasətinin nəticəsi və onun davamçısı olan İlham Əliyev, Cənab İlham Əliyevin onun köməkliyi ilə siyasətindən dəmir yumru azadında ölkənin gəncləri birləşdi. Bugünkü gündə ərazi bütövlüyü təmin olundu. Sülh əmin-amanlıq şəraitində yaşayır. Allah xalqımıza hər sülh əmin-amanlıq şərait qismət eləsin, qara buludlar xalqın üzərinə yetsin. Ali Baş Komandanımız da ölkə başçısını əksik eləməsin, xalqımız Allah rəhmət eylesin. Allah rəhmət eylesin. Unudulmaz prezidentimizə Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Şad olsun.